Hökumət komissiyası bugün neft şirkətlərinin nümayəndələri ilə görüşəcək. Əsas məqsəd Gürcüstan bazarındakı yanacaq qiymətlərini Avropa qiymətləri ilə müqayisə etmək və bundan sonra yanacağın qiymətlərinin aşağı salınmasının nə dərəcə mümkün olduğunu müəyyənləşdirməkdir. Görüş bugün saat 13:00-da hökumət administrasiyasında keçiriləcək. Bundan əvvəl baş nazirin təşəbbüsü ilə yaradılmış komissiya artıq farmasevtik şirkətlərin, şəbəkə marketlərin, distributor şirkətlərin nümayəndələri və sahibkarlarla görüş keçirib. Hökumət komissiyası ilə koordinasiyalı şəkildə parlament komissiyası da fəaliyyət göstərəcək. Parlament komissiyası ərzaq məhsullarında yüksək qiymət formalaşmasının araşdırılmasına yaz sessiyasının ilk iclaslarından başlamağı planlaşdırır. Parlamentin sədri İMEDİ telekanalının efirində fotomateriallar və qeydiyyat sənədləri təqdim edərək Avropa İttifaqının Gürcüstanda qüvvədə olan qanununu yan keçməklə onun tərəfindən idarə olunan qeyri-hökumət təşkilatlarına maliyyə vəsaiti ötürməyə cəhd etdiyini sübut etməyə çalışıb. Şalva Papuaşvilinin sözlərinə görə Avropa İttifaqının Gürcüstan üzərində siyasi təsir əldə etməyə yönəlmiş sxemləri mövcuddur və bu siyasət pul axtarılması ilə ifadə olunur. Buna görə də Avropa İttifaqı maliyyələrin necə qeydiyyata alındığı ilə bağlı suala cavab verməlidir. Şalva Papuaşvilinin bildirdiyinə görə, dələduzluq sxemləri Avropanın mərkəzində hazırlanır ki, Gürcüstan əleyhinə siyasi proseslər maliyyələşdirilsin. Böyük Britaniya və ATƏT-in 23 ölkəsi Gürcüstanla bağlı Moskva mexanizmini aktivləşdirərək ekspert missiyasının yaradılmasını tələb edib. Məsələ ətrafında siyasi bəyanatlar verilir. Müxalifət bu addıma əhəmiyyətini vurğulayır. Hakimiyyət isə bunu spekulyasiya kimi qiymətləndirir. Bəyanata görə missiya Gürcüstanda insan hüquqları və əsas azadlıqlara bağlı son hadisələri sənədləşdirəcək. Onları vətəndaş cəmiyyətinə, media azadlığına, hüququn aliliyinə, məhkəmələrin müstəqilliyinə və siyasi pluralizmə təsirini qiymətləndirəcək. Həmçinin problemlərin həlli üçün tövsiyələr hazırlayacaq. Sənədi imzalayanlar Gürcüstanı missiya ilə əməkdaşlığa çağırırlar. Parlament təhsil islahatını gələn həftə sürətləndirilmiş qaydada müzakirə edəcək. Təhsil sektorunda köklü dəyişikliklər planlaşdırılır. Hökumətin qərarı ilə Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universiteti birləşdiriləcək. Universitetin adı isə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti olaraq qalacaq. Tələbə qəbulu kvotaları azaldılmayacaq. Dəyişikliklər ümumi təhsili də əhatə edəcək. 1-ci sinifə qəbul yaşı 6 olacaq. 11-ci sinifdə repetitorium yaradılacaq və 2028-ci ilə ki, vahid dərslik prinsipi tətbiq ediləcək. Müxalifət islahatları tənqid edərək onların nəticə verməyəcəyini bildirir və xüsusilə iki universitetin birləşdirilməsinin azadlıqları məhdudlaşdırılması kimi qiymətləndirilir. Donald Trump bildirib ki, Rusiya prezidenti Vladimir Putin onun xahişini qəbul edib və Rusiya bir həftə ərzində Kiyev və digər şəhərləri bombalamayacaq. ABŞ prezidenti bunu Ukraynada hökm sürən sərt soyuq hava şəraiti ilə əsaslandırıb. Reutersin məlumatına görə gələn həftə Ukraynada temperatur -30 dərəcəyədək enə bilər ki, bu da rekord göstəricidir. Fransanın Lille şəhərində 600-dən çox yanğın söndürən etiraz aksiyası keçirib. Media xəbər verir ki, onlar resurs çatışmamazlığı və pis iş şəraitinə etiraz ediblər. Aksiya zamanı Lille'in mərkəzi yolu bağlanıb, təkərlər və zibil konteynerləri yandırılıb. Etiraz zamanı hüquq mühafizə orqanları ilə toqquşmalar da baş verib.